öyrənmə mərhələsinə dəstək məqsədi ilə 3 sualın izahını verəcəm. Sualların izahına keçməmişdən əvvəl onu qeyd edim ki, müsahibə hazırlıqlarında hal-hazırda Avqust qrupunda qeydiyyat davam edir. İstəyən müəllimlər Avqust qrupu üçün müraciət edə bilər. İstər MİQ imtahanının müsahibəsi olsun, istərsə də sertifikasiya imtahanının müsahibə mərhələsi olsun. Onu da qeyd edim ki, imtahana hazırlıq üçün qoşulmuş müəllimlər həm hazır PDF-lərlə təmin olunacaqlar, həm təqdimat nümunəsi veriləcək həmin müəllimlərə, həm ixtisasından asılı olmayaraq bütün fənlər üzrə hazır icmallar əldə edəcəklər. Müsahibə imtahanına tam hazır şəklində hazırlaşmaq imkanınız əldə edəcəksiniz. İndi gəlin keçək suallarımıza. İlk sualımız diaqnostik qiymətləndirmə haqqında danışırdı. Bu cür sualla qarşılaşan zaman ilk olaraq qeyd edirsiniz ki, məktəbdaxili qiymətləndirmənin 3 növü var. Diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə və summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə şagirdlərin ilkin bilik bacarıq səviyyəsini müəyyən etmək məqsədi ilə həyata keçirilir. Yəni ilkin şagirdlərin ilkin qiymətləndirilməsi məhz diaqnostik qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə bəs və bölmələrin əvvəlində, tədris ilinin əvvəlində, sinifə yeni şagird gəldiyi zaman, şagirdlərin sinifdən sinifə keçdiyi zaman, məktəbdən məktəbə keçdiyi zaman həyata keçirilir. Və diaqnostik qiymətləndirmə barometr müəllim üçün barometr rolunu oynayır. Diaqnostik qiymətləndirməni təşkil etməklə müəllim tədrisi effektiv şəkildə təşkil etmək üçün bir də tədrisin planlaşdırılmasında müəllimə köməklik göstərir. Yəni effektiv planlaşdırmanın təmin etməsi üçün və tədrisin effektiv təşkil olunması üçün müəllimə diaqnostik qiymətləndirmə aparmaqla həmin məqamların təmin olunmasına gətirib çıxarır. Diaqnostik qiymətləndirmə onu da qeyd edə bilərsiniz ki, diaqnostik qiymətləndirməni həyata keçirməklə müəllim təlimdə differensiallaşmanı, fərqləşməni təmin etmiş olur. Yəni differensiallaşmanı təmin edən qiymətləndirmə də məhz diaqnostik qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Diaqnostik qiymətləndirmənin nəticələri deməli jurnal, sinif jurnalına və gündəliyə qeyd olunmur. Diaqnostik qiymətləndirmənin nəticələri şagirdin şəxsi portfoliyasında saxlanılır. Hər bir fənn üzrə ayrı-ayrılıqda nəticələr hər bir şagirdin portfoliyasında saxlanılır. Yəni diaqnostik qiymətləndirmə haqqında bu qədər qeyd edə bilərsiniz. İlkin qiymətləndirmə adlandırılır. Bayaq da qeyd etdiyimiz kimi əsas məqamları deyə bilərsiniz. Gəlin keçək ikinci suala. İkinci sualımız az standart nədir? Az standart nədir sualı ilə qarşılaşan zaman belə cavab verə bilərsiniz ki, az standart şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Az standart vasitəsilə bir müəllim az standartdan təlim nəticəsini çıxara bilir, təlim nəticəsindən qiymətləndirmə meyarını çıxara bilir, qiymətləndirmə meyarına uyğun konstruktiv rəylər müəllim verə bilir. Onu da qeyd edə bilərsiniz ki, az standartın 4 əsas funksiyası var. Az standartın 4 əsas funksiyalarından birincisi təlimdə təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. İkinci funksiyası təlim strategiyalarının düzgün müəyyən olunması üçün mühüm rol oynayır. Üçüncü funksiyası təlimdə inteqrativliyi təmin edir. Dördüncü funksiyası isə təlimin məzmununun davamlı inkişafını təmin edir. Bundan başqa az standart üçün belə bir məlumat da qeyd edə bilərsiniz ki,
A standart summativ qiymətləndirmənin aparmasını da təmin edir. A standart 3 koddan ən sonuncu yerləşdiyi deməli yer 3 kodun ən sonuncu rəqəmidir. A standart özü 3 rəqəmlə ifadə olunur. Yəni bu qədər məlumat versəz kifayətdir. Yəni A standart haqqında olan məlumatları bu şəkildə qeyd edə bilərsiniz. Keçdik 3-cü sualımıza. Məzmun xətti nədir? Məzmun xətti hər fənn üzrə deməli ümumi təlim nəticələrinin reallaşmasını təmin edən məzmunun zəruri hissəsidir. Bu onun tərifidir. Yəni hər fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Məzmun xətti ana xəttdir. Məzmun xətti binövrədir. Məzmun xətti əsas hissədir. Məzmun xətti leytmotivdir, dəyişməzdir. 1-ci sinifdən 11-ci sinifə qədər hər fənn üzrə eyni məzmun xəttləri var. Yəni məzmun xətti bir fənnin daxilində dəyişməzdir. Məzmun xətti hər bir fənn müəllimi öz fənninin məzmun xəttlərini mütləq şəkildə, ardıcıl şəkildə əzbərdən bilməlidir. Məzmun xətti şagirddə formalaşdıracağı bacarıqlar üzrə müəyyənləşir. Yəni məzmun xətti də bir rəqəmlə ifadə olunur. Məzmun xətti 3 kodda birinci yerdə dayanır. Bu da məzmun xətti ilə bağlı olan əsas məqamlardır. İnanıram ki, bu video izah sizlər üçün faydalı olacaq. Hər birinizə uğurlar arzulayıram. Çox sağ olun.